Həsənzadə Fidan Amil qızı. İmişli rayon Namiq Abışov adına Qaralar tam orta məktəbinin 6A sinif şagirdi. Qarşımda Aleksandr Belyayevin Amfibiya adam romanı durur. Kinoya baxandan sonra əsəri oxumağı qərara aldım. Amfibiya adam çox gözəl, romantik, faciə və fantastikadır. Amfibiya nədir? Amfibiya həm suda, həm də quruda yaşayan heyvandır. Əsərdə insan talelərinin ziddiyyətli anları açılıb göstərilir. Cərrah Salvador insanı həm suda, həm də quruda yaşayan bir canlıya çevirmək istəyir. Bu insan yer üzərində var dövlətin sahibidir. Həm də dəniz və okeanların sirrini öyrənmək üçün insanı öz iradəsinə tabe etdirmək istəyir. İxtiyandır. İnsan balıq nəinki dənizin dərinliklərinin sahibinə çevrilmir. Uzun müddət torpaqda yaşamaq qabiliyyətini də itirir. Əsərdə dinə də toxunulur. Kilsə həmişə inkişafa qarşı çıxmışdır. Doktor Salvador isə heyvan toxumaları ilə apardığı təcrübələr vasitəsilə xəstəlikləri müalicə etməyə çalışırdı. Amfibiya adam eyni zamanda bizə günümüzə nəzər yetirməyi də deyir. Biz tullantıları dənizə atır, havanı çirkləndiririk. İxtiyandırdan soruşanda ki, sən niyə balıqçı torlarını kəsirdin? O belə cavab verir. Axı onlar yeyə biləcəklərindən artıq balıq ovlarlar. Bu roman həm sərt reallığı, həm sevgini, həm əxlaqı, həm dini, həm biznesi, həm cəmiyyəti və sair məqamları özündə birləşdirməyi bacaran möhtəşəm bir əsərdir. İxtiyandır sadəcə bədəndə olan xüsusiyyətlərinə görə deyil, eyni zamanda səmimiliyi, mehribanlığı, inamı ilə gələcək insanların ruhi xüsusiyyətlərinə malikdir. Nə quruda, nə də suda ona bənzər bir canlı yoxdur. İstərdim ki, belə insanlar yaransın və buraxdığımız səhvləri yusun. Düşündüm. Müəllifə belə sual verərdim. Elm cəmiyyətə xidmət etməlidir. Sizin yaratmış olduğunuz insan balıq elmin kəşfidirmi? Yoxsa Tanrının işinə qarışmaqmı? Yaratdığınız əbədidirmi? İxtiyandırın yerində olmaq istəməzdim. Olsaydım, deyərdim ki, ata, sən dediyin kimi, Allah balaca uşaqların inandığı nağıldır. Fikrinə qarşı çıxar, kainatın yaradıcısı olan Allahdır, deyərdim. Mən istəyirəm ki, həm yaşıdlarım bu əsəri oxusunlar. Onda təmiz dostluğu, sevgini, bir-birinə hörməti duyar, xəyallarda olan gerçəkliklərin şahidi olarlar.